16-cı suala baxırıq. Rombun hündürlüyü körbucağın 3-5 nisbətində bölür. Mən buradan hündürlüyü çəkirəm. Bu hündürlüyü yuxarıdakı körbucağı 3-5 nisbətində bölür. Yəni bu bucaq 3K-dır. Digər bucaq da 5K-dır. Həmişə diqqət edin, körbucaq. Əgər buradan hündürlük çəkilibsə, bu qırmızı hissə 90 dərəcədirsə, yuxarıda 90 dərəcədir. Deməli, elə bura 90 dərəcəyə bərabərdir. K da bərabərdir 90 bölək 5, yəni 18-ə. 18 olduğu üçün mən baxıram, bizdən iti bucağın dərəcə ölçüsünü soruşur. Mən baxıram bu düz bucaqlı üst bucağa 90 dərəcə, 3 vuraq 8, bu bucaq olur 54. O zaman digər bucaq olar 90, 54 və bu bucağın cəmi 36 dərəcə olmalıdır ki, 180 dərəcəni versin. Deməli, rombun iti bucağı bizdən 36 dərəcəyə bərabərdir.